iyun tarixindən etibarən Rusiya Federasiyasında qüvvəyə minmiş yeni qaydalar bank kartları vasitəsilə müharibə üçün iyanələrin toplanmasını ciddi şəkildə məhdudlaşdırıb və bu da müharibə tərəfdarı olan fəallar və təbliğatçılar arasında təşviş yaradıb. Yeni qaydalara əsasən hətta qanuni şəkildə edilən köçürmələr belə məhkəmə qərarı olmadan dondurula bilər. Bu isə artıq 2 ildir Rusiya ordusunun bəzi hissələrini dəstəkləyən yerli iyanə kampaniyalarını demək olar ki, iflic vəziyyətə salıb. Rus hərbi təbliğatçısı Dmitri Steşin Telegram kanalında bu vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib. O bildirib ki, şəxsi bank hesabları vasitəsilə cəbhə xəttindəki əsgərlərə yardım üçün vəsait toplayan könüllülər və humanitarlar artıq dövlətin maliyyə nəzarət orqanı olan Roshumanitoringin hədəfindədir. 1 iyun tarixindən etibarən Roshumanitoringə şübhəli maliyyə əməliyyatlarını məhkəmə qərarı olmadan bir gün müddətinə dayandırmaq səlahiyyəti verilib. Bu tədbirlərə çoxsaylı şəxsən tez-tez gələn kiçik ödənişlər, təyinatı qeyd olunmamış köçürmələr, sənədləşdirilməmiş borc ödənişləri və qeyri-standart xərcləmələr daxildir. Bəs mizahda bu tədbirlərin məqsədi çirkli pulların yuyulması və ekstremist maliyyələşdirməklə mübarizə kimi göstərilsə də, praktikada ilk növbədə müharibəyə dəstək verən donorlar və təchizatçılar hədəfə alınıb, xüsusilə də ictimai iyanələrlə Rusiya əsgərlərinə maddi yardım göstərən şəxslər Steşin açıq şəkildə narazılığını bildirib. Əziz humanitar könüllülər, siz batdınız. Xəbərdarlıq edib ki, istənilən təcili iyanə kampaniyası indi istənilən an bloklana bilər. Dövlət isə heç bir alternativ qanuni yol təklif etmir, nə rəsmi könüllü reyestri var, nə təsdiqlənmiş təmiz kartlar, nə də hər hansı prosedur təlimatı. Rusiya ordusunun xüsusi hərbi əməliyyatı ilə əlaqəli təbliğat kanalları getdikcə daha acıqlı paylaşımlar edib. Özünüz bilirsiniz, necə batacaqsınız kimi ifadələr tez-tez görünməyə başlayıb. Bu maliyyə sıxışdırması Rusiya ordusunda daha geniş bir qalmaqala səbəb olur. Paralel olaraq əskərlər arasında artan narazılıq kütləvi şəkildə döyüşdən imtina qorxularını artırır. Ən ciddi problemlərdən biri isə korrupsiyadır. Xüsusi məzuniyyət və cəbhə rotasiyaları ilə bağlı hazırda Rusiya ordusunda məzuniyyətə çıxmaq üçün rüşvət vermək adi hal alıb, deyə hərbi xidmətdən yayınmaq istəyən əskərlərə yardım edən İT Yox Ol fondunun sözçüsü İvan Çuvilyayev bildirib. Onun sözlərinə görə bəzi əskərlər böyük məbləğdə rüşvət verərək cəbhəni tərk edə bilir və sonra Rusiyada gizlənmək və ya ölkədən qaçmaq üçün yollar axtarırlar. Bir aylıq məzuniyyət sadəcə döyüşdən uzaqlaşmaq üçün hazırda 700 min ilə 1 milyon rubl arasında başa gəlir, deyə Çuvilyayev izah edir. Sənədlər adətən saxtalaşdırılır. Güya yaralı əskər reabilitasiyaya göndərilir. üçün ən böyük problem hərbi uğursuzluqlar olmaya da bilər. Amerika Katolik Universitetinin professoru Mike Kimageze New York Times qəzetində yazdığına görə Vladimir Putin artıq daha əhəmiyyətli bir şeyi Rusiya ilə Qərb arasındakı tarixi bağları itirib. Bu əlaqələr əsrlər boyu Rusiyanın iqtisadi və texnoloji inkişafı üçün həyati əhəmiyyət kəsb edib. Putinin 2022-ci ildə Ukraynaya qarşı başladığı geniş miqyaslı işğalın əsas məqsədlərindən biri onun fikrincə Qərbin zəifləməsini ifşa etmək idi. Kreml əvvəlki böhranlarda olduğu kimi bu dəfə də Qərbin reaksiyasının parçalanmış və tərəddüdlü olacağını düşünürdü. Putin Rusiyanı yenidən qlobal güc kimi təqdim etmək istəyirdi. Lakin o nəinki Ukraynanı işğal edə bilmədi, həm də böyük geosiyasi geriləmə yaşadı. Onun amansız müharibəsi Avropanı birləşdirdi. Bu dəfə isə Rusiyaya qarşı
Kimage Rusiya ilə Avropa arasındakı dərin tarixi əlaqələri 17-ci əsrə qədər izləyir. Münaqişələr mövcud olsa da, bu münasibət əsasən güclü iqtisadi əlaqələrlə formalaşırdı ki, bu da Rusiyanın hərbi və iqtisadi gücünü artırırdı. Soyuq müharibə dövründə belə Sovet İttifaqı Avropa ilə müəyyən səviyyədə əlaqəni qoruyurdu. Lakin Putinin dövründə bu münasibətlər tədricən pozulmağa başladı. Kimagenin fikrincə, Putin Qərblə münasibətləri tamamilə kəsmək niyyətində deyildi, o sadəcə liderlik mövqeyini geri almaq istəyirdi. Əgər o 2022-ci ildə Ukraynanı tez bir zamanda ram edə bilsəydi, Qərbi də təslim olmağa məcbur edə bilər, NATO-nu zəiflədir və Rusiyanın təsirini bərpa edə bilərdi. Lakin bunun əvəzinə onun müharibəsi Avropanı birləşdirdi, Rusiya ilə ticarət azaldıldı və qitə Rusiyaya qarşı sərt mövqe tutdu. Qərb Rusiyadan uzaqlaşmağa imkan tapa bilər, amma yenə də sabit və əməkdaşlığa açıq bir qonşu istərdi. Rusiya üçün isə Qərbi itirmək həm iqtisadi, həm də strateji baxımdan dərin bir zərbədir. Kimage bunu belə yekunlaşdırır. Bu, Putinin seçimi Rusiyanın faciəsidir. Bəs niyə bir çox Rusiyalı Putin və onun Siloviki adlanan təhlükəsizlik elitası kimi xarici təhdidləri eyni şəkildə qəbul etmir? Cavabın bir hissəsi Sovet dövründən sonra Rusiya cəmiyyətində baş verən dəyişikliklərdə gizlidir. Bugün Ruslar siyasi baxımdan məhdud imkanlara malik olsalar da, dövlət təbliğatını qiymətləndirməkdə müəyyən müstəqilliklərini qoruyurlar. Kreml artıq ictimai rəyi Sovet İttifaqının vaxtındakı kimi tam formalaşdıra bilmir. Son 30 ildəki sosial, iqtisadi və mədəni dəyişikliklər dövlətin gündəlik həyata təsir imkanlarını xeyli azaldıb. İndiki elitalar daha praqmatikdir. Onlar Sovet modelindəki total nəzarətin davamlı olmadığını anlayırlar. Buna görə də idarə etmədə səmərəsizliyi azaltmaq üçün cəmiyyətə müəyyən dərəcədə muxtariyyət tanıyırlar. Dövlət sektorunda çalışanlar da daxil olmaqla bir çox Rusiyalı hələ də dövlətdən asılı olsa da, bu asılılıq artıq Sovet dövründəki qədər mütləq deyil. Cəmiyyəti pasiv və dövlətdən tam asılı kimi göstərən stereotiplərə baxmayaraq, Rusiyalıların təxminən 60% hesab edir ki, uzun müddətli olur daha çox şəxsi təşəbbüsdən asılıdır, nəinki dövlət dəstəyindən.